Salam, 28 may Müstəqillik gününə həsr olunmuş zirvəyə doğru qaçış tədbirimizə start veririk. Bugün 28 may 2025-ci il Qusarı Mərkəz Meydanında Metak şirkəti tərəfindən böyük bir layihə həyata keçirilir və bu tədbirin aparıcısı olmaq mənim üçün böyük bir qürurdur, fəxirdir və çox həyəcanlıyam təbii ki və bu işi mənim öhdəmə buraxan Metak şirkətinə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Bütün idmançılara uğurlar. İnşallah biz bugün bir tarifi yazdırırız. İnşallah bu tədbirimiz ənənəvi olar. Mən ilk növbədə qısa olaraq iki söz demək istəyirəm, o da çox sağ olun. İlk növbədə icra hakimiyyətinin bütün nümayəndələrə başda olmaqla Наш министр сам тоже бегает, министр молодежи и спорта. Вот так надо поддерживать спорт. Güzel hava var, çok güzel hava var dostlarımızda. Bütün bu salonların, bütün idmançıların üzerine Bursa'ya gelen turistlerin sevincine sebep olan bir tədbirdir. Metak şirkətinin təşkil etdiyi tədbir. Bir daha təşəkkürümüzü bildirir Gençler ve İdman Nazirliyi, Bursa rayon icra hakimiyyətinə təşəkkürümüzü, minnətdarlığımızı bildirir. Növbəti idmançımız gəlir. 661 nömrəli idmançımız gəlir dostlar. Şu gələn idmançımız. Alqışlarımızla təbrik edək. Yarışın en kocaman iştirakçısı yerli monalarından. Gençler ve İdman Nazirimiz Cənab Fərid Qayıbov, o da bu qaçışda iştirak edir. Bu qədər səmimi, bu qədər mehriban. Şamil Kerimxanov yarışın ilk gününü ayakkabıyla kaçmıştı ve sonraki günleri ona transporta kalktı. Tebrik ederim. Həqiqətən bugün 28 may Müstəqillik günü ərəfəsində Bursa rayonunda çox möhtəbər, çox möhtəşəm bir tədbir baş tutdu. Metak şirkəti tərəfindən və bizim sponsorlarımız tərəfindən. Bu Bursa rayonu üçün çox önəmli bir tədbirdir. Fərq etməz, burada kimsə birinci yer tutdu, kimsə ikinci yer tutdu. Həvəsləndirici burada hədiyyələr təqdim olundu. Əsas odur ki, idmanın təbliğatından söhbət aparıldı. İdmanın inkişafı mövzusunda danışıqlar getdi və Gənclər və İdman Nazirimiz hörmətli cənab Fərid Qayıbov, Bursa rayon icra hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov, onların dəstəyi ilə bu tədbir araya ərsəyə gəldi. Eyni zamanda cənab nazirimizin də o qaçış anlarını biz gördük. O da bir idmançı olaraq bura qatıldı, insanlarla çiyin-çiyinə həmin marafonda qaçdı, iştirak elədi. Həqiqətən çox səmimi, çox mehriban, tolerant bir tədbir baş tutdu Qusarda. Bu tədbiri təşkil edən Metak şirkətinə, Alik müəllimə biz Qusarlılar adından təşəkkürümüzü, minnətdarlığımızı bildiririk və
Mən arzu edirəm ki, belə tədbirlər ayda bir dəfə yox, elə həftədə bir dəfə keçirilsin. Qoy idman təbliğ olunsun. Necə deyirlər, idman sağlamlıqdır və sağlam bədəndə də sağlam ruh olar. Yaşasın Azərbaycanımız, yaşasın Qusarlılarımız. Belə tədbirləri təşkil edən insanlara da bütün təşkilatçılar, bütün burada texniki işdə çalışan insanlar əziyyət çəkdilər. Gecəni yatmayıblar, gecə səhərə qədər. Bu marafon həqiqətən çox məsuliyyət tələb edən bir marafon idi. Mən özüm şahid oldum. Eyni zamanda bu tədbirin aparıcılığını mənə həvalə etdiyinə görə Metak şirkətinə dərin təşəkkür və minnətdarlıq bildirirəm. Minnətdaram.